hər vaxtınız xeyir. Bugün sizə 11-ci sinif Azərbaycan dili OTK sınavını izah etməyə çalışacağım. Vaxt itirmədən suala keçmək istəyirəm. Deməli, birinci sualda deyir ki, qovurmasından isminin tərkibinə görə düzgün təhlil sxemini müəyyən edin. Biz bu sözü kök və şəkilçiyə ayırmalıyıq. Deməli, sözün kökü qovurdu. Məni leksik götürürük. S burada biçdiricidir. In qrammatikdir. Dan qrammatikdir. Deməli, kök, leksik, qrammatik və qrammatik. Cavabımız B variantıdır. İkinci sualda deyir ki, hansı nümunədə baş sözlərdən biri sifətlə ifadə olunubdur? Bir də deyir ki, yaxşıları vaxtında qiymətləndirmək lazım. Lazımdır. Nə lazımdır? Deməli, yaxşıları vaxtında qiymətləndirmək. Deməli, bu olacaq məsdər tərkibi. Bizə lazımdır ki, baş sözlərdən biri sifət olsun. Deməli, variantımız bu deyil. Bu yurdun gözəlləri vəfalıdır. Vəfalıdır. Kim vəfalıdır? Yurdun gözəlləri. Hansı yurdu? Bu da təyin olacaq. Deməli, gözəlləri sözü sifətdir. Morfoloji baxımdan da ismə məxsus xüsusiyyətləri qəbul etsə də, diksiyası baxımdan isim yox, sifət götürülür. Deməli, cavabımız biri budur. Yaxşılıq et nəticəsini gözləmə. Yaxşılıq sözü isimdir. Ona görə də biz bu sözü götürə bilmərik. Bizə lazımdır sifət olsun. Körpə mışıl-mışıl yatırdı. Nə edirdi? Yatırdı. Kim? Körpə. Deməli, biri də budur. Xəstəni görməyə gələnlər otaqda əyləşmişlər. Nə etmişdilər? Əyləşmişdilər. Kim? Xəstəni görməyə gələnlər. Deməli, baş sözlərdən biri feil sifətdir. Bu da ola bilməz. Bizə lazımdır sifət olsun. Cavabımız 2-4-dür. 3-də deyir ki, səhv yazılmış sözü müəyyən edin. Kirpik sözü düz yazılıb. Qeyri-adi, açıq qəlbli, bunlar hamısı düzdür. Amma qaçaqaç sözünə baxsaq, burada ha deməli defis verilmişdi. Ona görə bu söz yanlışdır. İlbəyil də düzdür. Çünki qaçaqaç sözündə hadan sonra defis olmamalıdır. Variantımız budur. 4-cü suala deyir ki, hər iki xüsusiyyətə uyğun sözü müəyyən edin. Həm isim, həm də feil kimi işlənilə bilən anonim sözdür. Bir də deyir ki, feil kimi iki fərqli leksik mənada işlənə bilər. Burada cızıq sözü yəni feil kimi işlətmək mümkün deyil. Qoyun sözünü qoyun isim mənasında, bir də qoyun feil mənasında işlətmək olar. Çaş sözü isə çaşmaq mənasında, bir də çaş sifət kimi işlənir. Ona görə bu da ola bilməz. Amma çap sözünə baxsaq, çap isim kimi işlənə bilər, çap. Bir də deyirəm çapmaq mənasında feil kimi işlənir. Və feil kimi də iki fərqli leksik mənada işlənə bilər. Amma qıraq sözü feil kimi işlənə bilməz. Cavabımız D variantıdır. 5-də deyir ki, köməkçi diksiyasının işlənmədiyi nümunəni müəyyən edin. Mən tez gəlmişdim, Fərid isə gecikmişdi. Burada isə bağlayıcısı var. Deməli, bu deyil. Boyunbağı olduqca gözəl görünürdü. Olduqca sözü burada ədatdır. Bu da deyil. İndi hər tərəf yaşıllaşıb. Burada köməkçi diksiyası yoxdur. Deməli, variantımız budur. Murad evə vaxtında gəlsənə. Burada sanə var. Bu, deməli, ədatdır. Bu deyil. Bizə işləməyən variantım. Yol boyunca söyledilər əkilmişdir. Burada yol boyu ilə. Yəni, ilə ilə əvəz eləyə bildimsə, artıq bu qoşmadır. Daha doğrusu bağlayıcıdır. Yol boyu ilə gəlmişdi. Yol boyunca söyledilər əkilmişdir. Deməli, cavabımız C variantıdır. Burada köməkçinin hissəsi işlənməmişdir. Sonra 8-ci, 6-cı sualda deyir ki, Eyli-ver diaqramına uyğun fikirləri müəyyən edin. Aldıqca, bir də oxuyan sözünü verir. Bir də aldıqca feili bağlamada oxuyan sözü feil sifətdir. Bunları Eyli-ver diaqramında müqayisə edəcəyik. Deməli, yalnız bir cümləniz olur. Aldıqca sözü feili bağlama olduğu üçün yalnız zəflik ola bilir. Ona görə bu düzdür. Qoşmalarla işlənə bilir, feili bağlama qoşmalarla işlənə bilmir. Bu səhvdir. İki diksiyasının xüsusiyyətini daşıyır. Bunu ortaq kimi verib. Həm feili bağlama, həm də feil sifət iki diksiyasının xüsusiyyətini daşıyır. Deməli, bu düzdür. Xəbər şəklində işlənə bilir. Nə feili bağlama, nə də feil sifət xəbər şəklində işlənə bilmir. Bu da səhvdir. İsmi xəbər olur. Bəli, oxuyan sözü feil sifətdir. Ona görə ismi xəbər kimi işlənə bilir. Feilin qardaş növündədir. Ümumiyyətlə, burada feilin qardaş növü yoxdur. Deməli, cavabımız oldu 1, 3, 5. Yəni, C variantı. 7-də deyir ki, bağlayıcıdan sonra vergülün
səhv işləndiyi nümunəni göstərin. Bilirdim, çünki əvvəl Selcan mənə xəbər vermişdi. Çünkidən əvvəl vergül işarəsi qoyulub, düzdür. Bizə səhv lazımdır. Sən çıxdın qarşıma duzla çörək, duzu ilə. Nə ilə? Çörəklə, nə ilə? Bu qoşmadır. Burada da yanlışlıq yoxdur. Elə bil indi bizi dəvət edəcəklər. Burada elə bil sözünü biz modal kimi götürmürük. Burada bağlayıcı kimi düşünsək, bəli, burada yanlışlıq yoxdur. Düzdür bu. Çata bilmədik. Halbuki kənddən tez çıxmışdıq. Halbuki sözündən əvvəl vergül qoyub, düzdür. Amma sonra qoyub, bu yanlışdır. Deməli, elə variantımız budur. Y variantı deyir ki, kimin ki ixtiyarı sədaqətə bağlıdır, taliyin axırı saadətə bağlıdır. Kimin ki, bu bağlayıcı kimi işlənir, bu da düzdür. 8-də deyir ki, hər ikinci hissəsinin aid olduğu cümləni müəyyən edin. Söz sırası pozulsun, bir də əmr cümləsidir. Keçmə namər körpüsündən, qoy aparsın sel səni. Burada təbii ki, keçmə sözü xəbər əvvələ keçib, söz sırası pozulub. Bir də aparsın sözünə fikir verirsək, aparsın sözü feilin əmr şəklindədir. Elə variantımız budur. B-də deyir, keçən günə heyfsilənmə. Burada əmr cümləsi yoxdur. Kəklik başını salar kola, quyruğuna xəbər olmaz. Burada da yoxdur. Kəpənək kimi keçmiş yağmurun ardına düşdü. Burada yoxdur. Hər uzun ağaca çınar deməzlər. Bu da yoxdur. Cavabımız A variantıdır. 9-da deyir ki, sayın ismi xüsusiyyətləri daşıdığı nümunəni müəyyən edin. 2 nəfər əskər həyətə daxil oldu. Burada ismə məxsus xüsusiyyət yoxdur sayda. Deməli, bu deyil. Uşaqların çoxu suala cavab tapa bildi. Uşaqların çoxu nə etdi? Tapa bildi kim? Uşaqların çoxu. Burada çoxu sözü saydı. Məhz ismə məxsus xüsusiyyəti. Yəni, şəkilçini qəbul edibdir. Deməli, elə cavabımız budur. C-də deyir, siz 6-cı sırada əyləşəcəksiniz. Burada yoxdur. Ərazinin 5-də 2-si isə şumlanmışdır. Bu da yoxdur. İndi bağda heyvansız. Bu da deyil. Keçdik 10-a. Cədvələ uyğun nümunəni müəyyən edin. Həmcins üzrə işlənmiş cümlə. Nə gözəl yaraşır muğana ceyran. Burada yoxdur. Sən də vəfasızsan bu dünya kimi. Bu da yoxdur. Bizə həmcins üzrə işlənmiş cümlə lazımdır. Bir dön bizim Bakıya bax. Deməli, burada dönlə bax sözü təbii ki, deməli, həmcins üz kimi, yəni işlənmişdir. Ona görə də belə deyək ki, bu variantımızdır. Xitab işlənmiş cümlə. Ayrılarmı könül canına? Burada xitab var. Nemətsə gözəl şey şair olan qəm yeyər. Burada yoxdur. Dəmlə çayı tök ver görək anamın dilbər gəlini. Dilbər gəlini. Burada təbii ki, müraciət var. Elə biri də budur. Deməli, burada cavabımız oldu 3, 4 və 6. Yəni, C variantıdır. Mətndən olan hissəsini ayrıca çəkib sizlə paylaşacağım. Yəni, hal-hazırda ancaq qrammatika hissəsini işlədim. İnşallah digər videoda mətn hissəsini çəkib paylaşacağım. Əgər dərslərimizə qoşulmaq istəyən olsa, məndən direkt vasitəsilə əlaqə saxlaya bilərlər. Həm onlayn, həm onlayn şəkildə fərdi və qrup dərslərimiz var. Təbii ki, istəyən olsa qrup dərsləri ya fərdi dərslərlə direktlə əlaqə saxlasın. İzlədiyiniz üçün təşəkkür edirəm.